Allahla kiçik bir diyaloqumu paylaşmaq istəyirəm. Bugün Rəbbin yanına şikayətlə getdim. Ya Rəbb, görmürsən? Gözləri yaradan görməzmi? Dedim, səsim sənə çatmırmı? Qulaqları yaradan eşitməzmi? Dedim, bəs niyə heç nə etmirsən? Əziyyət çəkirəm. Kimin bəxtiyar adlandığını unuttunmu? Günahına görə deyil, mənim adıma görə mühakimə olunanların. Ya Rəbb, gücüm tükənib, günaha yol verə bilərəm, dedim. Mən səninləyəm, sənə kömək edəcəyəm. Soruşdum, bunu necə hiss edəcəm ki, mənimləsən? Ən çətin anlarda etibar etməklə. Etibarda imanın möhkəmlənəcək. İman etsən, mənim izzətimi görəcəksən. Dedim, ya Rəbb, bəs gec olsa, mən qorxuya düşüb səhv etsəm? Mənə bax, yol, həqiqət və həyat mənəm. Məndə qal ki, səndə qala bilim. Gözünü məndən yayındırma. Gecə kimi qalanlıqda sənin üçün nur olacaq sözlər var səndə. Qəlbin ədalətsizliyə qarşı alovlananda sənə kölgə olub ürəyinə sərinlik verəcəm. Ya Rəbb, göz yaşlarım hər gün axır, sınaqlar məni əldən salır. Nə vaxta qədər davam edəcək? Sən gümüş kimi saflaşıb, qızıl kimi təmizlənəmə qədər. Ömrüm çatacaqmı? Bəs geciksən? Bəziləri bunu gecikmə sayar, amma mən öz vədimdə gecikmərəm. Qəlbimin ağrısını azalt, çünki dözə bilmirəm. Lütfüm sənə yetər. Mən gələnə qədər aldığına sadiq qal. Dilinə nəzarət et, düşüncələrini və ürəyini mənə yönəlt. Yolundan nə sağa, nə sola dönmə. Əgər hara gedim deyə tərəddüd etsən, bura gəl deyən səs eşidəcəksən. Nəzərin məndə olsun ki, səsləyəndə məni eşidə biləsən. Rəbbim, təşəkkür edirəm. Mən səninləyəm, sevimli övladım. Qorxma. Bəli, bu kiçik dialoq mənim qəlbimin suallarına kəlamdan tapdığım cavablardır. Kəlam diri Allahın, canlı kəlamıdır. Sən də öz suallarını aşağıda yaz, əziz dostum. Kəlamdan cavabı bir yerdə tapaq.